Salam əziz izləyicilər. Mən Abbas Hacıyev. Bugün sizlərə ağaclarda olan zərərverici qırmızı hörümçəyi göstərmək istəyirəm. Deməli, bu ağacda gördüyünüz bu qırmızı nöqtə ki var xırda. Bu qırmızı hörümçəkdir. Yəni ağac gənəsidir. Bu qırmızı hörümçək əsasən bu may ayının sonları, iyun ayı ərzində bağlarda yayılmağa başlayır və birdən-birə ağacın yarpağında olan fotosintezi tormozlayaraq ağacın inkişafını, qidalanmasını ləngidir. Və ağacın yarpağını saraldır və ağacın məhsuldarlığını aşağı salır. Çox sürətlə yayılan bir ziyanvericidir. Bu ziyanvericiyə görə diqqətli olmaq lazımdır və vaxtında tədbir görmək lazımdır. Bunun üçün kontak və sistem tərkibli akarsitlərdən istifadə edilir. Onlardan tərkib olaraq kükürt, abamektin, spirodiklafen, hexiazox, pridaben bu kimi akarsitlərdən istifadə edilməlidir. Təbii ki, artıq ziyanverici müşahidə edildikdə görürsünüz, bir yarpaqda artıq 2 dənə ziyan müşahidə edilir. Digər yarpaqlarda da var. Bir dənə, 2 dənə, 3 dənə, bəzilərində 4 dənə olanlar var. Yetkin fərdlər. Bu da o deməkdir ki, onlar 1-2 gün ərzində öz yumurtalarını qoymağa başlayacaqlar və ağacda çoxalacaqlar. Buna görə də təcili olaraq tədbir görməyimiz mütləqdir. Bugünlük bu qədər əziz izləyicilər. Gələn videolarda, yeni videolarda görüşənədək videolarımızı bəyənin və bəyənin ki, daha yeni, daha maraqlı videolar çəkib sizlərlə paylaşa bilim. Sağ olun, sağlıqla qalın.